Salam əziz uşaqlar və valideynlər, hər birinizi kanalımda xoş gördük. Bu gün biz sizinlə 4-cü sinif riyaziyyat dərsliyinin 2-ci hissəsində olan məsələ həllinin bəzi üsulları mövzusunu bölməsini işləyəcəyik. Məsələni işləmək üçün bizim əsas şərtimiz məsələni anlamağımız, sonra məsələyə aid plan qurmağımız və qurduğumuz plan əsasında həmin məsələni həll etmək və aldığımız cavabı yoxlamaqdır. Məsələ həllinin mərhələləri bu hissələrdən ibarətdir. İndi bizə deyir ki, seçilmiş üsulla məsələni həll etmək üçün, əgər belə bir bunun bu cür həll etmək mümkün olmadıqda üsulu dəyişib, məsələn, yenidən həll etmək lazımdır. Adətən məsələləri bir neçə üsulla həll etmək olur. Onlardan bəzilərlə tanış olun və verilmiş məsələləri uyğun üsullarla həll edin. Birinci üsulumuz şəkil çəkməklə məsələ həllidir. Verilənlər əyani olaraq, yəni gözümüz görür də, təsvir olunur vizual olaraq və məsələ onlar arasındakı əlaqədən istifadə etməklə həll olunur. Məsələn, küçə dirəyinin hündürlüyü 3 metrdir. Baxın, 3 metr. Ev dirəkdən 4 dəfə. Çınar ağacından 3 dəfə hündürdür. Bu ev dirəkdən 4 dəfə hündürdür deyəndə, deməli 3-ü 4-ə vurmalıyıq ki, evin hündürlüyü 12 olur. Sonra deyək ki, çınar ağacından 3 dəfə hündürdür. Çınar ağacının hündürlüyünü isə biz bilmirik. Çınar ağacından 3 dəfə hündürdür. Çınar ağacından 3 dəfə hündür deyəndə ev. Biz gördük ki, ev nədir? Ev 12-dir. Evi tapdığımıza görə neyniyəcəyik? 12-ni də böləcəyik 3-ə. Təbii ki, alacaq 4. Və çınar ağacının qiymətini tapacaq ki, 4 nədir? Metrdir. Çınar ağacının hündürlüyü 4 metrdir. Sonra isə bizə deyir ki, avtomobilin hündürlüyü isə ağacın hündürlüyünün 2də 1 hissəsinə bərabərdir. Və biz ədədin hissəsini tapmaq üçün hissə göstərilən ədədə vurmalıyıq. 4-ü 2də 1-ə vuranda, yəni daha doğrusu tərsinə çevirib biz bölmə ilə həll edəcəyik, ixtisar gedəcək. Cavab olacaq 2. Yəni yerdə qalacaq 2 metr. Avtomobilimizin hündürlüyü 2 metrdir. İndi bizə deyir ki, məsələni göstərilən üsulla həll edin. Göstərilən üsulla şəkil çəkməklədir. Ona görə də biz buradakı məsələləri hər birini şəkil çəkməklə həll edəcəyik. Gəlin baxaq. Lalə, Samir, Anar, Aynur və Səbinə dondurma növbəsində dayandılar. Deməli, burada biz 4 dənə, 3, 4, 5 dənə uşaq çəkməliyik. Gəlin çəkək. Adama bənzətməyə məcburuq. Təxmini 2, 3, 4 və bu da 5-ci adam. Burada 5 dənə uşaq var, amma bunların hansının sırada əvvəl, hansının sonunda dayandığını bilmirik. Deyir ki, Lalə Anarla Səbinə arasında dayanıb. Burada 5 dənə uşaq var deyə biz bilmirik ki, 1-ci ilə 3-cü arasındadır, yoxsa 2-ci ilə 4-cü, ya 3-cü ilə 5-ci arasındadır. Ona görə davam edirik nəyə? Baxaraq görək, deyir, növbədə sonuncu dayanan Samir isə Aynurdan sonra dayanmışdı. Buradan biz artıq öyrənirik ki, növbədə sonuncu duran Samirdir. Samir isə Aynurdan sonra dayanıb. Deməli, Aynur gəlib. Aynurdan sonra isə Samir dayanıb. Bu ikisini tapdıq. İndi bizə deyir ki, Anar növbədə birinci deyil. Anar növbədə birinci deyil, amma bizə demişdi ki, Lalə Anarla Səbinə arasında dayanıb. Deməli, burada mütləq şəkildə Lalə olmalıdır. Lalə Anarla Səbinənin arasında dayanıb. 2 dəqiqə Lalə gəldi, çıxdı bu bir uşağın üstünə, burada bilinməyəcək. Lalə Anarla Səbinə arasında və bizə deyir ki, Anar növbədə birinci deyil. Anar növbədə birinci deyilsə, deməli Anar üçüncüdür və birinci də kim dayanıb? Səbinə dayanıb. Bizə deyir ki, uşaqlar növbədə hansı ardıcılı dayandılar? Növbədə dondurma sırasında birinci Səbinə, ikinci Lalə, üçüncü Anar, dördüncü Aynur və beşinci Samir dayanmış oldu. Bunu belə tapdıq. İndi biz keçirik sizlə ikinci məsələmizə. İkinci məsələdə bizə deyir ki, A şəhərindən B şəhərinə qədər, deməli biz burada bir dənə şəkil çəkməklə göstərməliyik. Gəlin baxaq. Bir dənə A şəhəri var. Sonra nə var? B şəhəri var. Sonra nə var? Bir də C şəhəri var. A, B, C və D şəhəri. 4 dənə hissəyə böldük yolumuzu. A şəhərindən B şəhərinə qədər yolun uzunluğu 120 kilometrdir. Şəkil üzərində qeyd edirik kilometr. Sonra B şəhərindən C şəhərinə qədər o yol bundan 60 kilometr çoxdur. Bundan. Yəni nəydən? Bu 120 kilometrdən çox deyəndə 120-nin üzərinə gəlin burada qeydiyyatımızı aparaq. Yazaq ki, AB bərabərdir 120 kilometr. Qeyd elədik. Sonra isə hansını tapırdıq? BC isə yazaq bura BC bərabərdir. AB üstəgəl
AB üstəgəl neçə? 60. AB 120 idi. 120 üstünə 60 gələndə oldu neçə? 180 kilometr. Buraya yazırıq 180 kilometr şəkildə. Sonra isə bizə deyir ki, C şəhərindən D şəhərinə qədər olan yol isə 40 kilometr azdır. Nəydən azdır? B şəhərindən C şəhərinə qədər yol bundan 60 kilometr çox. C şəhərindən D şəhərinə qədər yol isə bundan 40 kilometr az. Yəni bundan 120-dən azdır. Və biz CD-ni tapmaq üçün yazacağıq CD bərabərdir. AB çıxılsın nə? AB çıxılsın 40. O da bərabərdir. Yəni 120-dən 40 çıxanda olacaq neçə? 80 kilometr. Və biz tapdıq ki, CD yolunun da uzunluğu 80 kilometrdir. Sonra sonda bizə nə deyir? Bu yuxarını silirəm. Siz qeyd edin özünüz üçün buradan. Götürün uşaqlar. Bizdən nə istəyir sonda? Deyir ki, A şəhərindən çıxan avtomobil B şəhərinə qədər neçə kilometr yol getdi. Və biz nə etməliyik? A-dan D-yə qədər bütün bizə verdiyi, bizim tapdığımız o uzunluqlar toplamalıyıq. 120 km sonda yazacaq. Üstəgəl 180, o da üstəgəl 80. Və cavab olacaq neçə? 380 kilometr. Belə tapacaq. İndi isə keçirik 3-cü məsələmizə. Bu şəkildə silirik və yenə bir şəkil çəkməliyik. Çünki 3-cü tapşırıqda bizə deyir ki, yol kənarında hər 6 metrdən bir ağac əkilməsi nəzərdə tutulur. Bu dən yolumuz çəkək belə. Yol kənarına 8 ağac əkilib. Yol məsələlərində uşaq bu ağac məsələni yadda saxlayın. Birinci, ikincini qeyd edin, birinci və sonuncunu qeyd edin. Sonra isə arada həmişə yadda saxlayın. Əgər 8 dənə ağac deyirsə, demək 7 dənə aralıq var. Parça əgər 8-sə bölünürsə, demək 7 aralıq var. Həmişə bir dənə az olur. Niyə? Çünki birinci, sonuncu yazdıq. 1, 2, getdi. 3, 4, 5, 6. Demək, neçə dənə aralıq oldu deyir. 6 metrdən bir ağac, yol 8 ağac. 1, 2, 3, 4, 5, 6, 7. 1 ara, 2 ara, 3, 4, 5, 6. Burada bir dənə də artıq olmalıdır. 8 ağac əkilibsə, mən neçə ağac əkmişəm burada? 1 ağac, 2 ağac, 3, 4, 5, 6, 7, 1 də olmalıdır. 8 dənə ağacdırsa, mütləq ki, burada 7 dənə aralıq olmalıdır uşaqlar. Çünki birinci və sonuncu var və ortada isə 7 dənə aralıq var. Bizə nə deyir? Bizə deyir ki, birinci və sonuncu ağac arasındakı məsafə nə qədərdir? Biz də bayaq dedik ki, 8 dənə ağac əkilibsə, deməli 7 dənə aralıq var. Və hər aralıq, yəni bunların hər biri arasında 6 metr məsafə var. 7 dənə də altını tapmaq üçün 7-ni vuracağım 6-ya. Bərabər olacaq nə? 42 metr. Deməli, birinci ağacla sonuncu ağac arasında cəmi 42 metr məsafə var. İndi keçək görək burada bizə nə deyir? Deyir ki, tənlik qurmaqla məsələ həlli. Tənlik qurmaqla məsələ həlli. Tapmaq tələb olunan kəmiyyət məchul kimi qeyd edilir bu məsələ həllində və məsələnin şərtinə uyğun olaraq tənlik qurulur. Tənliyi həll etməklə axtarılan kəmiyyət tapılır. Nümunə, məsələn, Lalə və Elxan hər biri 6 bərabər hissəyə bölünmüş, eyni ölçüdə 2 pizza aldılar. Elxan pizzanın 6'da 5 hissəsini, Lalə isə 6'da 3 hissəsini yedi. Lalə daha nə qədər pizza yesə, Elxan yediyi qədər olar. Baxın uşaqlar, burada Elxan 6'da 3'ün yemişdi və sonra burada nə göstərirdi bizə? Elxan 6'da 5'ini yemişdi, uşaqlar səhv saldım. Elxan 6'da 5'ini yemişdi. Lalə isə 6'da 3'ün yemişdi. Deyir, Lalə nə qədər yesə Elxana gəlib çatar. Görürsünüz uşaqlar, burada tənlikdə verib ki, bu x odur ki, Lalə nə qədər yeməlidir. Və biz bu x tapmaq üçün nə etməliyik? Elxanın yediyi hissədən çıxacaq Lalənin yediyi hissəni. 6'da 5'dən özləri çıxıblar burada. Və x da bərabər olacaq nəyə? 6'da 2'yə. Demək, Lalə əgər 6'da 2 qədər pizzadan yesə, onun yediyi qədər gəlib Elxan yediyinə gəlib çatacaq. İndi deyir, məsələləri göstərilən üsulla həll edin. Yəni, hansı üsulla? Biz bundan əvvəl tənlik üzərində işlədik və tənlik qurmaqla həll edəcəyik məsələlərimizi. Birinci məsələ, gəlin başlayaq. Xalçanın uzunluğu 4 metrə bərabərdir. Anar xalçanın enini ölçüb, en haradır uşaqlar? Baxın burada. Enini ölçüb, sahəsinin 8 kvadrat metr olduğunu hesabladı. Xalçanın eni nə qədərdir? Bizdən eni soruşur, enimiz x-dır. Və biz baxırıq, görürük ki, bizim xalçamız düzbucaqlı formasındadır. Biz də bilirik ki, düzbucaqlının sahəsini tapmaq üçün en uzuna vurulur. A, B-yə vurulur. S bərabərdir, A vurulsun və yaxud da S bərabərdir, N vurulsun uzunluq. Mən burada tənlik qurmalıyam və tənliyimi bu formada quracağım. Yazacağım ki, 4, biraz bu tərəfdən yazaq. 4 vurulsun, vurma ilə x oxşadı.
4 vurulsun x bərabərdir nəyə? 8-ə. Və mən buradan x-i tapmaq üçün nə etməliyəm uşaqlar? X bərabərdir. Gördüyünüz kimi vuruq hasildir. Və burada biz vuruğu tapmaq üçün hasili verilmiş, göstərilmiş bir vuruğa bölməliyik. 8 4-ə böləcəyik, bərabər olacaq. O da neçəyə? 2-yə. Deməli, xalçanın eni 2 metr imiş. Bura yazaq. Buranı silək, bura yazaq. 2 metr. Uzunu 4 metr, eni 2 metr. Uzunu eninə vurdu 8 kvadrat metr edir. İndi bunu silirik və keçirik ikinci məsələmizin izahına. Məsələ 2-də bizə deyir ki, rəsm müsabiqəsi üçün alınan bütün rəngli karandaşlar 30 şagird arasında bərabər paylandı. 30 şagird arasında bərabər paylanıb, amma nə qədər alındığı bilmirik. Artıq biz burada beynimizdə qururuq ki, bizim məchulumuz nədir? Biz tənlimizin şərtini necə qurmalıyıq? Hər şagirdə 3 karandaş düşdü. Müsabiqə üçün neçə rəngli karandaş alınmışdı? Baxın, sualda da artıq bizə bildirir ki, müsabiqə üçün neçə rəngli karandaş alınmışdı. Biz nə qədər karandaş alındığını bilmədiyimizə görə onu x-la ifadə edirik. Bərabər paylandı sözünə əsaslanaraq misalımızın, yəni tənliyimizin bölmə üzərində olduğunu tapırıq. Neçə şagird? 30 şagird. Və hər şagirdin neçəsi düşüb? 3 karandaş düşüb. Bölünən qismət, burada bizim məchulumuz bölünənimizdir. Ona görə də onu tapmaq üçün nə etməliyik? Qisməti bölənə vurmalıyıq. Yəni 3 vurulsun 30. Və x da bərabər olacaq nəyə? 90-a. Deməli, müsabiqəyə şagirdlər üçün əvvəlcə 90 dənə karandaş alınıbmış. İndi keçirik məsələ 3-ün izahına. Samirin anası 2 10 manatlıq və 1 5 manatlıq pul ödəyib bir neçə kitab aldı. Burada bizim birinci şərtimizə əsasən biz pulun məbləğini tapmalıyıq. Hər kitabın qiyməti 5 manat olarsa neçə kitab aldı? Deməli, biz nə edirik burada? Ananın pullarını tapırıq. 2 dənə 10 manatlıq, 10 vur 2 və üstə gəl neçə? 5 manat. 20 üstə gəl 5, deməli 25. Ananın neçə manat pulu var? Ananın 25 manat pulu var. Və ana hər kitabın qiyməti 5 manat olarsa, biz burada yazacağıq ki, neçə kitab aldığını bilmirik. Ona görə də 25-i böləcəyik x-a və alacaq 5. Neçə kitab aldığını tapmaq üçün x da bərabər olacaq nəyə? 25-i 5-ə bölməliyəm ki, alınan kitablarının sayının 5-dən olduğunu tapın. Deməli, Samirin anası özünün 25 manat puluna Samir üçün qiyməti 5 manat olan 5 dənə kitab ala bilər. Bu da bitdi. Uşaqlar, burada isə bizə deyir ki, cədvəl qurmaqla və qanun uyğunluğu tapmaqla məsələ həll edin. Qanun uyğunluq odur ki, hansı ardıcıllıqla artır və yaxud da hansı ardıcılıqla azalır, o qanun uyğunluğa əsasən biz məsələ işləyəcəyik. Məsələdə verilənləri təsvir etmək üçün cədvəl qurulur. Ədədlərin dəyişmə qanun uyğunluğu müəyyən edilir və növbəti ədədlər tapılır. Məsələn, Səbinə rəngli kağızlardan şəkildə təsvir olunan ornamentdən bir neçəsini düzəltmək istədi. O, bir qırmızı vərəqdən cəmi 24 qırmızı dairə kəsə bildi. Ornamenti tamamlamaq üçün Səbinə neçə mavi üçbucaq kəsməlidir. Biz diqqət yetiririk və görürük ki, bir ornamenti düzəltmək üçün orada ona lazım olacaq 1, 2, 3, 4 dənə qırmızı dairə və 1, 2, 3 dənə də mavi üçbucaq lazım olur. Bir ornamentə bunlar lazım olursa, indi biz baxırıq görək, ardıcıllıq hara qədər davam eləməlidir uşaqlar? 24 dənə, görək nə edir? Qırmızı dairə. Dairələrin sayı 24 dənə olana qədər biz cədvəlimizdə artırmağa davam edəcəyik. Gəlin baxaq. Dairələrin sayı 4 olanda, üçbucaqların sayı da 3-dür. Düzdürmü? Dairələrin sayı 8 dənə olanda, üçbucaqların sayı 3 artır. Olur 6. Deməli, artıq 2 dənə ornament düzəltdi. Üçüncü ornamentdə dairələrin sayı üstünə bir dənə 4 gəlib 12 olanda, üçbucaqların sayı təbii ki, üstünə 3 gəlib, alacaq burada 9. Alacaq 9. Və sonra davam edəcək ardıcılığa. Dairələrin sayı, dairələr 4-4 artdığına görə 12-nin üzərinə gələcək burada 14. Və üçbucaqların da sayı artacaq, olacaq neçə? 12. Sonra dairələrin sayı artacaq. Bunu biraz da azaldıq. Dairələrin sayı artacaq, olacaq neçə? Baxın, burada isə uşaqlar bizə deyir ki, cədvəl qurmaqla və qanuna uyğunluğu tapmaqla məsələni həll et. Cədvəli qurmalıyıq. Bundan sonraki məsələlərimizdə cədvəl qurmalıyıq mütləq şəkildə. Və həmin cədvəldə ardıcıllıq necə davam edir? O qanuna uyğunluğu tapıb, ona uyğun özümüz davam eləməliyik. Gəlin baxaq.
Məsələdə verilənləri təsvir etmək üçün cədvəl qurulur, ədədlərin dəyişmə qanuna uyğunluğu müəyyən edilir və növbəti ədədlər tapılır. Nümunə, məsələn, Səbinə rəngli kağızlardan şəkildə təsvir olunan ornamentin bir neçəsini düzəltmək istədi. O, bir qırmızı vərəqdən cəmi 24 dənə dairə kəsə bildi. Ornamenti tamamlamaq üçün Səbinə neçə mavi üçbucaq kəsməlidir? Deməli, gözümüzün önündə olan bu ornamentdə biz görürük ki, 1, 2, 3 dənə üçbucaqdan istifadə edib, 1, 2, 3, 4 dənə dairədən istifadə edib. Deməli, bir dənə ornamenti düzəltmək üçün bizə lazımdır 4 dairə və 3 üçbucaq. Bu bir ornament üçündür. Və Səbinədə neçə dənə? 24 dənə qırmızı dairə kəsib. Deməli, biz dairələrin sayını artırmalıyıq, 24-ə çatdırmalıyıq. Və dairələrin sayı hər dəfə 4-4 artdıqca, üçbucaqların da sayı ona uyğun ardıcıllığın, yəni 3-3 artmalıdır. Gəlin, cədvəlimizi işləyək sizlə birlikdə. Cədvəl biraz böyüdək ki, rahat olsun sizin üçün. Dairələrin sayı 12-dir, düzdürmü? Dairələrin sayı 12 olursa, üçbucaqlarda gördük ki, bayaq 3-3 artmalı. Çünki bir ornamentə 3 dənə dairə istifadə olunur. Bura mütləq şəkildə 9 qeyd eləməliyəm. Dairələrin sayı olmuşdu 12 və 12-nin üzərinə 4 gələcəm. Olacaq neçə? 16. Və bu 16 olduğu üçün bu da 3 dənə artacaq. Olacaq neçə? 12. Sonra dairələrin sayı 16-nın üzərinə bir dənə 4 gələcəm. Bu olacaq 20. Üçbucaqların sayı isə 3 dənə artacaq. Olacaq 15. Dairələrin sayı bir dənə də artıb 24 olanda üçbucaqların sayı olacaq 18. Və bizdə nə istəyirdi uşaqlar? Bizdən istəyirdi ki, Səbinə neçə mavi üçbucaq kəsməlidir? Deməli, Səbinə bu ornamenti düzəltmək üçün 18 dənə üçbucaq kəsməlidir. 24 dənə onsuz da dairəsi var idi. 18 dənə üçbucaq olmalıdır ki, bu ornamenti tamamlaya bilsin. Keçək növbəti səhifədəki tapşırıqları işləyək. Bizə deyir ki, məsələləri göstərilən üsulla həll edin. Yəni, cədvəl qurmaqla mütləq şəkildə cədvəl qurulmalıdır. Çünki məsələlərimiz artıq cədvəl üzərindən işlənir. Şirkət endirim kampaniyasında hər iki pizza alana 250 milli ayran hədiyyə verdi. Bu kampaniyada gün ərzində 1500 milli ayran hədiyyə edildisə, buna uyğun olaraq neçə pizza satıldı? Deməli, cədvəlimizi qururuq burada biz. Bunu biraz artıraq. Cədvəlimizi qururuq bu formada. Cədvəli iki hissəyə ayırırıq təbii ki. Burada olur ayran. Burada isə pizza yazırıq. Və bunu da bölürük hissələrə. Buradan bölək lazım olur, sonra yenə cədvəlimizi udarıq. Deməli, pizza əgər 2 dənə olarsa, bu zaman ayran 250 olur, düzdürmü? Sonra, pizza əgər 2-2 artır, düzdürmü? Pizza 4 dənə olanda, ayranda 250 milli artır hər dəfə, olur 500. Pizza yenə artıb 6 olanda, ayran da artır olur 750. Sonra pizza 2 dənə də artıb bura olanda 8, ayran da olur, ayran da 250 milli atmalıdır, bəli. O da olacaq 1000. Yəni 1 litrdə 1000. Deməli, biz neyək? Cədvəlimizi uzatmalıyıq uşaqlar. Sonra, deməli, bir dənə də 1500-ə hələ var. 1500-ə qədər getməliyik biz. Bu 10 dənə olanda, bu da olacaq 1250. Sonra, burada 12 dənə pizza satılanda, bu olacaq 1500. 1500. Bizdən nəyi soruşurdu uşaqlar? Deyirdi ki, 1500 milli ayran satılarsa, buna uyğun neçə pizza satılıb? 1500 milli ayran satılıbsa, deməli 12 dənə də pizza satılmış olub. Bunu cədvəl vasitəsilə qanun uyğunluğu davam etdirərək tapdıq uşaqlar. İndi keçirik ikinci məsələmizə. Deyir ki, çap evindəki kiçik printer bir səhifəni 12 saniyəyə, böyük printer isə 3 səhifəni 20 saniyəyə çap edir. Kiçik printer 5 səhifə çap etdiyi müddətdə böyük printer neçə səhifə çap edər? Deməli, biz burada cədvəlimiz biraz daha böyük olacaq. 4 dənəli olmalıdır. 1,
Bu isə 4. Burada isə bax bu iki hissə aid olacaq nəyə? Kiçik printerə. Kiçik yazırıq bura kiçik. Bu iki hissə isə aid olacaq böyük. Böyük printer. İndi gəlin bunları ayıraq. Cəlcəlimiz bayaq kimi çatmasa artırarıq. Deməli, kiçik printer bir səhifəni 12 saniyəyə çıxardır. Böyük printer isə 3 səhifəni, bunu bəlkə rəngini dəyişim sizin üçün. 3 printeri 20, belə yaxşı oldu. 20 saniyəyə çıxardır. İndi kiçik printer 2 səhifəni 24 saniyəyə çıxardanda, böyük printer 3 səhifəni birdən edir də, 6 səhifəni neçə olacaq? Onda 40 saniyəyə eləyəcək. Çünki bu da 20-20 artır saniyələr. Sonra kiçik printer 3 səhifəni 24 üstündən 12 gələndə 36 saniyəyə eləyəcək. 5-ə qədər gedək də, hələ kiçik gedək ondan sonra. 4 səhifəni eləyəcək 48 saniyəyə, 5 səhifəni isə eləyəcək 60 saniyəyə. Sonra isə indi böyüyə baxırıq. 3 səhifə 20 saniyəyə, 6 səhifə 40 saniyəyə, 9 səhifə 60 saniyəyə. Bizdə nə istirdi elə? 5 səhifənin bərabər olduğuna baxın. Deməli, kiçik printer 5 səhifəni 60-a eləyəndə, böyük printer həmin o 60 saniyə, həmin müddət ərzində 9 dənə səhifəni çap etmiş olacaq. Kiçik printerdən 3 dəfə artıq çap etmiş olacaq. İndi gəlin keçək nəyə? Üçüncü məsələmizə. Bu da cədvəllə həll olunmalıdır təbii ki. Aşpaz bir salat üçün 4 ədəd xiyar, 6 ədəd kök və 3 ədəd kartof istifadə edir. O, bir neçə salat düzəltdi və 24 kök istifadə etdi. Deməli, uşaqlar, biz burada başa düşdük ki, cədvəldə nəyə əsasən ardıcıllıq davam olacaq? Kökə əsasən. Biz kökün sayı 24-ə çatana qədər neyniyəcəyik? Artıracaq. Gəlin baxaq. İndi mən bunun için dəyişək. Amma cədvəl uzanmalıdır. Balaca ol cədvəlimiz. Eyb yox. Hələ ki yazaq. Birdən bəlkə. Birinci ilə kökü başlayaq. Kök. Sonra xiyar. Sonra kartof yazdıq bura. Deməli, kök 6 ədəd olur. Kök 6 ədəd olur. Xiyar 4 ədəd. Kartof isə 3 ədəd. Yəni, ardıcıllıq bu formada gedəcək. Kök 6 dənədir. 24 dənəyə qədər uzatmalıyıq bunu. 6 artdığına görə burada 12 olanda, burada 8 olacaq. Burada isə 6 olacaq. Hərəsi özünə uyğun ardıcıllıqla artır. Kök 18 olanda bu olacaq, xiyar olacaq 12, kartof olacaq 9. Kök olanda 24, xiyar olacaq 16, kartof isə olacaq 12. Artıq kök 24 dənə oldu deyə cədvəli uzatmağa da ehtiyac yoxdur, tamamlandı. Bizə nə deyirdi, nəyə soruşurdu bizdən? Aşpaz salata nə qədər xiyar və nə qədər kartof istifadə etdi? Deməli, 24 dənə kök istifadə edibsə, 16 dənə də xiyar və 12 dənə də nə istifadə edib? Kartof istifadə edib. İndi biz keçəcəyik sizlə növbəti məsələ həllinə. Və indi gəldik biz məntiqə əsaslandırmaqla məsələ həllinə. Məntiqə əsaslandırmaqla məsələ həllində adından da göründüyü kimi məntiqə əsaslanır. Məlum faktlara əsasən məntiqi mühakimələr ardıcıllığa qurulur və nəticə çıxarmaqla cavab tapılır. Bunun üçün sxem və təsvirlərdən istifadə oluna bilər. Məsələn, Samir, Aynur, Lalə və Anar öz aralarında şahmat yarışı təşkil etdilər. Şərtə görə uduzan oyunçu yarışı tərk etməli idi. Samir ilk oyunda Aynur'a uduzub yarışdan çıxdı. Baxın, görürsünüz burada uduzub ki, ikisindən biri uduzmalıdır. Deməli, ikisindən biri Samir uduzub ki, Aynur gəlib burada qalib olub. Sonra deyir ki, Lalə bir oyunu uddu, digərini isə uduzdu. Yarışın qalibi kim oldu? Bir oyunu uddu deyirsə, deməli, Lalə burada qalib olub. Anar burada uduzub, Lalə qalib olub, düzdürmü? Bir oyunu uddu, amma ikincide uduzdu. İkinci uduzdu deyirsə, deməli, ikinci mərhələdə Aynurla Lalə qalmışdı. Lalə ikincide uduzubsa, deməli, qalib kim olub? Aynur olub. Yarışın qalibi Aynur olub. İndi biz keçək yuxarı və burada
bizə deyir ki, göstərilən məsələləri göstərən üsulla həll edin. Məktəbdə futbol, şahmat və rəqs dərnəkləri fəaliyyət göstərir. Anar, Elxan və Samir hər biri fərqli dərnəklərə yazıldı. Lalə onlardan kimin hansı dərnəyə yazıldığını soruşdu. Gəlin baxaq bura. Anar deyir ki, mən rəqsə yazıldım. Elə bunu birbaşa birləşdirmək olar. Anar özü etiraf edir ki, mən rəqsə yazıldım. Sonra deyir ki, mən futbola yazılmadım. Elxan deyir ki, mən futbola yazılmadım. Burada 2 dənə variant qalıb. Futbol, şahmat. Futbola yazılmayıbsa, deməli, Elxan şahmata yazılıb. Samir də deyir ki, mən şahmata yazılmadım. Təbii ki, burada da bir dənə futbol qalıb. Samir də hara yazılıb? Futbola yazılıb. İndi bizə deyir ki, hər uşağın fikrini yoxlayın. Anar rəqsə yazılıbsa, deməli, digər uşağa ya futbola ya da şahmata yazılıb. Elxan futbola yazılmayıbsa, deməli, şahmata yazılıb. Və bu mühakimələri davam etdirərək məsələni həll edin deyir. Biz artıq özümüz onların verdiyi şərtə əsasən məsələlərimizi həll elədik. Gəlin baxaq ikinci tapşırığımıza. Burada bizə deyir ki, bu sudoku oyunudur uşaqlar. Bunu yəqin ki, bilənlər bilirlər. Rəqəmləri, müxtəlif rəqəmləri biz elə yazırıq ki, burada bir-birinin üstə düşmür. Sətr və üstündə fərqli rəqəmlər olur. Belə bir crossword deyək, bu cür tipli crossword tipli belə tapmaca tipli tapşırıqlar işləyən zaman həmişə çalışın uşaqlar rəqəmlər hansında çoxsa ondan başlayaq. Biz də belə bu birincidən başlayaq. Çünki burada gördüyünüz kimi rəqəmlər çoxdur. 1 var, 2 var, 3 var. Bura neçə yazacağam? 4 yazacağam. Sonra bu hissəyə baxacağım. Çünki burada rəqəmlər çoxdur. 3 var, 1 var, 2 var. Burada 4 yazacağam. Daha sonra indi baxırıq bura. 4-dür, 3-dür. Burada 4 ilə 3-dür. Bura mən əgər 1 yazsam, bura 2 yazsam, onda nə olacaq? Alt-alta baxanda, sütunlar alt-alta baxanda 1-1, alt-alta eyni olacaq. Elə olmaz. Ona görə də bura 2 yazmalıyam. Bura isə 1 yazmalıyam. Sonra baxıram 1 var, 2 var, 4 var. Bura aşağı olacaq 3. Sonra isə 4 var, 3 var, 2 var. Bura 1 olmalıdır onda. Burada isə 1 var, 2 var. Bura 3 yazacağam. Burada isə 2 qalacaq. Gördüyünüz kimi həm sətr üzrə, həm də sütun üzrə heç bir rəqəm təkrarlanmadı. Keçək 5-ci tapşırığımıza, üzr istəyirəm, 3-cü tapşırığımıza. 3-cü tapşırıq bizə deyir ki, 8 litrlik qazan süd ilə doludur. Söhbət bundan gedir. Tutumları 5 litr olan dolça bu və 3 litr olan balondan istifadə etməklə 6 litr südü necə əldə etmək olar? Deməli, dolça tutur 5 litr, balon tutur 3 litr və bizə deyir ki, 6 litr yaransın. 6 litri götürmək üçün uşaqlar müxtəlif üsullar ola bilər. Burada nədir? 6-nın tərkibi. 6-nın tərkibini biz necə tapa bilirik? Məsələn, 5 üstə gəl 1 ilə tapa bilərik. 6 eləyər. 4 üstə gəl 2 ilə tapa bilərik. Yenə də 6 eləyər. 3 üstə gəl 3 ilə tapa bilərik. 6 eləyər. Və yaxud da yerlərini dəyişib 1 üstə gəl 5 bərabərdir 6, 2 üstə gəl 4 bərabərdir 6, 0 üstə gəl 6 və s. kimi bu ardıcıllığı uzadıb davam elətdirə bilərik. İndi baxaq bura məlumatları təhlil etməklə məsələ həlli. Bu da çox maraqlıdır əslində. Burada şərtəsin bütün hallar bir-bir yoxlanılır və uyğun cavab tapılır. Burada nə etmək lazımdır? Şərti ödəmək üçün, tapmaq üçün bütün variantlar hamısı yoxlanmalıdır. Samir içməyə 1 ədəd və yeməyə 1 ədəd nəsə aldı. Yəni içdiyi də, yediyi də bəlli deyil. O satıcıya 4 manat 50 qəpik ödədi. Samir yeməyə və içməyə nə aldı? Yeməyə və içmələrin qiyməti bir-bir toplamalı. Samir nə aldığını tapın. Deməli, Samir əgər burada birinci variantda özü göstərir. 50 qəpiyə nə alıb? Çay alıb. Qutab 70 qəpiyə alıb, olub 1.20. Deməli, bu ikisini bir yerdə almayıb. Sonra çayla kurastan alsa əgər, bununla bu olmadı. Uyğun olmadı. Çayla kurastan alsa 50 ilə 2 manat 2 manat 50 qəpik. Deməli, bu da deyil. Sonra çayla pizzanı yoxlayırıq. Çay 50 qəpik, pizzada 3 manat 50 qəpik. Neçə olacaq? 3 manat 50 qəpiyin üstünə 50 qəpik gəlsə olacaq 1 manat. Bu isə alınmayacaq. Çünki 3 manat 50 qəpik üstə 50 qəpik 4 manat eləyir. O isə 4 manat 50 qəpik ödəyib. Deməli, çayla pizzada almayıb. Sonra baxaq. Ayran 40 qəpik. Amma uşaqlar baxın, şirə 1 manatdır. Bir-bir hamısını toplamaq əvəzinə mən birbaşa deyirəm də. Şirə 1 manatdır. 1 manat və pizzada 3 manat 50 qəpikdir. Əgər bir şirə ilə bir pizza alsa, o 1 manatın üzərinə 3 manat 50 qəpik gəlsə, bu olacaq 4 manat 50 qəpik. Deməli, Samir sən demə, nə alıb? Bir dənə şirə alıb özünə və bir dənə də pizza alıb. Əslində biz onları yoxlaya-yoxlaya gəlib çıxa bilərdik. Mən belə kəstirmədən gəldim, çıxdım üstünə ki, bir şirə və bir pizza alıb Samir. Məsələləri nə deyir bizə? Göstərilən üsulla həll edin.
Alıcı marketdən şəkildəki mallardan 3-ünü alıb 20 manat ödədi. Satıcı ona 9 manat qaytardı. O hansı 3 malı aldı? Burada biz hansı malı aldığını tapmaq üçün əvvəlcə onun ödədiyi pulu bilməliyik. 20 manat ödəmiş olsa da 20 manatın hamısı bu aldıqlarının qiyməti deyil də. Çünki onu 9 manat qaytarmışdı. Deməli neçə manatlıq alış-veriş edib? 11 manatlıq alış-veriş edib. Və 11 manat üçün də gəlin baxaq görə nələri toplasaq 11 manat eləyər. Məsələn, 1-in üstünə 2 gəlsək, 3-ün üstünə 3, 6, 6 üstünə 4, 10, yox bu olmayacaq. 5-in üstünə 4 gəlsək, olacaq neçə? 9, 9-un 2, bəli, olacaq 11. Deməli, un alsa, şəkər alsa və çay alsa, olacaq 9, 9 yox, 9 deyil, orada mən birbaşa 9 yazdım. Deməli, 2, üstə gəl 4, üstə gəl 5, oldu neçə? 11. Deməli, 11 manat ödədi. Sonra bundan keçək, bunu silək. İndi isə baxacaq məsələ 2-yə. Məsələ 2-də bizə deyir ki, həyətdə qoyunlar, toyuqlar və qoyunlar var. Onların birlikdə 5 dənə başı və 14 dənə ayağı olduğu məlumdur. Həyətdə neçə toyuq və neçə qoyun var. Deməli, biz burada bütün variantları yazmalıyıq. Məsələn, bir dənə əgər, bunu qələm biraz çoxaldaq. Bir dənə əgər toyuq varsa, deməli, biz bilirik ki, toyuğun 2 dənə ayağı var, qoyunun da 4 dənə ayağı var. Əgər bir dənə toyuq varsa, onun deməli 2 dənə ayağı var və onun üzərinə gələcəm başlarının sayı 5 olması üçün 4 dənə qoyunun da 4 ayağını vuracam. Çünki qoyunun da 4 dənə ayağı var və olacaq 1-i 2-yə vuranda 2, 4-4-ə vuranda 16, 18, yox, bu variant olmayacaq. Bunu siləcəyik. Sonra keçəcək ikinci variantı yoxlayacaq. 2 dənə əgər toyuq varsa, 2 dənə toyuğun deməli 2 dənə də ayağı var. Və onun üzərinə gələcəm. 2 baş heyvanda üstünə 3 dənə qoyun olmalıdır ki, 5 baş olsun. 3 dənə də qoyunun ayaqlarını vuracam. Gəlin baxaq. 2-ni 2-yə vuranda 4, 3-ü 4-ə vuranda 12. Deməli, bu 2-ni 2-yə vuranda 4, 4-ün də üstünə 12, 16. Bu da olmadı. Bu variantında üstündən keçirik. İndi keçirik o bir varianta. 3 dənə toyuq olsa, 3 dənə toyuğun 2 dənə ayağı var. Üstünə gələrəm. 2 dənə qoyunun 4 dənə ayağını. O da 3 dəfə 2, 6. 2 dəfə 4-ün 8. 8 ilə 6-nın toplayanda cavab olacaq 14. Deməli, doğru variantı tapdıq. Həyətdə 3 dənə toyuq və 2 dənə də qoyun var imiş. İndi isə biz keçirik 3-cü məsələmizə və 3-cü məsələdə bizə deyir ki, Aynurun karandaşları Səbinənin karandaşlarından 2 ədəd çoxdur. Səbinə bir karandaşını Aynura versə, Aynurun karandaşları Səbinənin karandaşlarından 3 ədəd çox olar. Onda biz bunu belə yazacaq. Onların deyir, hər birinin neçə karandaşı var. Səbinənin tutalım belə deyək, elə 3 ilə başlayaq da. Səbinənin 3 dənə karandaşı varsa, Aynurun karandaşı 5 dənə olmalı. Çünki deyir ki, burada 2 ədəd çoxdur. Deyir, Səbinə birini versə, 3-dən 1 çıxsa, bunun özündə 2 dənə qalacaq. Aynurda isə təbii ki, bir dənə artacaq, olacaq 6 dənə. Və sonra bizə nə deyir? Deyir ki, 3 dəfə çoxdur deyir. 3 dəfə çoxdur. Baxırıq ki, 6-nı da 2-yə böləndə neçə eləyəcək? 3 eləyəcək. Deməli elə doğrudan da Səbinənin 3 dənə karandaşı var imiş. Aynurun isə 5 dənə karandaşı var imiş ki, onun üstünə bir də gələndə 6 eləyir. 6 da 2-dən 3 dəfə böyükdür. Növbəti məsələ üsulların həllini növbəti videolarda izləmədə qalın. Davamını da çəkib inşallah paylayacağım. Çox sağ olun.